qərar verdi və həyata da keçirdi. Elə Xocaldan danışmışkən məcburi köçkünlər məsələsinə toxunmaq istəyirəm. Sizin ötən parlamentin iclasında bir çıxışınız var idi. Məcburi köçkünlərə öz evlərinin tikməsinə şərait yaradılması ilə bağlı təklif verdiniz. Orada bildirdiniz ki, dövlət üzərinə düşən infrastruktur layihələrini həyata keçirsin, qalan hər bir məcburi köçkünlər isə öz evlərini özü tiksin. Düzdür, orada maliyyə məsələsinə toxunmamışdınız. Yəni dövlət o pulu vətəndaşa verməlidirmi? Yetin orada ev tiksin, yoxsa hər öz gücünə uyğun ev tikməlidir? Bu məsələyə də toxunarsınız. Bir də sizin deputat həmkarlarınızdan Siyavuş Novruzovla Vüqar İskəndərov sizin təkliflərinizin əleyhinə çıxmış oldular ki, yəni bu əslində belə olmamalıdır. Dövlət sadəcə pul ev tikir, ev verir, hər şey qaydalara uyğun, standartlara uyğun və bu cür sanki sizin çıxışınızı etiraz etdilər. İlk növbədə qeyd edim ki, mənim bu çıxışım eyni mövzuda ikinci dəfə idi. Birinci dəfə də təqdim etmişdim. Layihəni ikinci dəfə də çıxışımda qeyd etdim ki, Qarabağda işğaldan azad olunan ərazilərdə evlərin tikintisi vətəndaşların özlərinə həvalə olunsun, dövlət isə infrastruktur layihələrini həyata keçirsin. Hazır layihələr təqdim olunur, torpaqlar təqdim olunur və dövlət onlara nəzarət edir. Dövlətin nəzarəti və güzəştli mexanizmləri əsasında vətəndaş öz evini tikir. Və orada Siyavuş müəllim desən dedi ki, biri gün batana baxacaq, biri çıxana baxacaq, amma mən orada demişdim, dövlətin nəzarəti altında dövlət layihələri verir, vətəndaş oradan seçir. Yəni mən orada hər şeyi detallı açıqlaya bilməzdim. Yəni o vaxt məsələsi var. Amma mən bunu hər zaman açıqlamışam müsahibələrimdə və s. Və eyni zamanda orada qeyd etdim ki, bu vətəndaş öz evini özü tikərsə, bu dövlətə ən azı 2 dəfə daha ucuz başa gələr. Elə bu o deməkdir ki, yəni dövlət o layihəni maliyyələşdirsin. Mən bunu demişəm əslində. Bugün evlər tutaq ki, başa gəlir biri 150 minə, 180 minə başa gələn var, 200 minə başa gələn evlər var. Vətəndaş onu inanın ki, 60-70 minə tikər və o tikdikcə də torpağa daha çox bağlanar, qonşuluq münasibətləri yaradar, orada işlədiyi müddətdə də özü üçün qazanc yeri düzəldər, bir biznesə qoşular və hər bir kəs də artıq geri qayıtmaq da istəməz. Ona görə ki, hətta onu icarəyə də başqasına kirayə də vermək istəməz. Çünki onu əlinin zəhməti ilə tikib, alın təri ilə tikib, zəhmət çəkib edəcək ki, mən bura mebel almışam, gözəl tikmişəm, bunu verməyəm, kimsə bunu körləyər. Özü yaşaması heç kirayə də verməz. Yəni bu dərəcədə ora bağlanar. Mən bunun üçün dedim və eyni zamanda bu təklifi ona görə verdim ki, dövlətin büdcəsinə düşən yük azalsın. Vətəndaş özü tikir, daha ucuz başa gəlir. Dövlət büdcəsinə 2 dəfə ucuz başa gəlir. Əlavə olaraq vətəndaş ora bağlanır, özü özünə iş yeri yaradır, dövlətin nəzarəti altında və həm də bu kütləvi xarakter alanda daha tez qayıdış, indikindən 2-3 dəfə daha sürətli qayıdış baş verir. Mən dövlətə lazım olan, xalqımıza lazım olan məsələləri demişəm və dövlət üçün çox gözəl bir təklif irəli sürmüşəm. Buna görə məni tənqid etmək lazım deyildi. Amma tənqid edirlər, özləri bilərlər. Yəni problem yoxdur. Sadəcə olaraq orada günə baxacaq, sağa baxacaq, sola baxacaq məsələsi olmalı deyildi. Çünki mən orada dövlətin nəzarəti altında demişdim və bugün dövlət istənilən halda nəzarət etməlidir. Yəni bu məsələ elementdir, kiçik bir elementdir. Qarabağdan Vüqar İskəndərovun da, Vüqar müəllimin də təbii ki, indi o iqtidar nümayəndəsidir və belə bir orada abi-hava yaradılır ki, mən müxalifətəm və müxalif fikir səsləndirirəm. Əslində onun müxalifətçiliyə heç bir aidiyyəti yox idi. Mən dövlətçilik üçün və vətəndaşlar, xalq üçün, sakin üçün, Qarabağa yeni qayıdışın daha səmərəli, rasional olması üçün o təklifi səsləndirmişdim və mənim bu təklifimdə heç bir müxalif bir yanaşma yox idi.